13-cü sual. Reaksiyanın tənlikləri verilibdir. Burada X və Z-in formulunu yazın və 11,2 litr X-dən neçə mol Z alındığını hesablayın. Baxaq görək. X nədir, Y nədir və Z nədir? Reaksiyanın tənliyini yazdım burada. Bu birinci reaksiyan tənliyi, bu ikinci reaksiyan tənliyi. Birinci reaksiyada X və Y alınır. İkinci reaksiyada Y və Z alınır. Demək, ümumi olan Y-dir. Baxırıq bu tənliklərdə ümumi olan H2O-dur. Ona görə H2O Y-dir. Belə çıxır ki, onda X N2-dir və Z NH3-dür. Bizə deyir ki, 11,2 litr X-dən, yəni azotdan neçə mol Z, yəni NH3, neçə mol Z alındığını hesablayın. 22,4-ün altından burada yazırıq. 11,2-nin altından yazırıq 22,4. Burada isə yazırıq 2. Və hesablayırıq buradan X bərabər 1.